Ben onu deyə bilərəm ki, elə sizin testlərdir. Orada düşənlər də sizin testlərdir. Elə bildim, elə siz danışırsınız orada sualı oxuyanda. Allah ki, mən dedim də həmişə, qardaş, mən verdiyim testləri işləsəz, orada səhvlərdə heç söz eybi yoxdur. Həmin testlərdə olan səhvləri gedib arayıb, aşkara çıxardıb oxusuz və o səhv artıq səhv olaraq qalmayacaq, düzəldi. Bunu bildik biz deməli. Və kitabda olanları nəyə oxusuz, nə izah verirəmsə, nə sual cavab verirsiniz, onları yadda saxlasaq, ondan kənar bir dənə sual düşmür ki, həmin çərçivə səndə nə varsa, mən keçirəm də bunları. Bir də üzr istəyirəm, bir şey deyim. Yəni bütün kollektivə yenə deyirəm, uğurlar arzulayıram. Bir də tələsməyəsən də, tələsmək olmuyor. Sualı oxudun, yendin axıra qədər oxudun, bir də abratını qayıt altdan yuxarı oxu. Süzgəcə. Abratını oxu. Orada dolaşdırıcı suallar vardı da, dolaşdırıcı suallar vardı. Onu bir daha da oxu, iki daha da oxu. Olsa bax, vaxtdan da qorxmayın. Quran haqqı mən 1 saat 13 dəqiqəyə çıxmışam. 12-13-də o şey çağırmışam, vırıb. Hətta hələ dedim ki, neçə o axırıncı şey dedi ki, özünüz vurmalısınız da o düyməni. Nəsə vurdum, tamamlayıcını hərdə, özüm vuranda mən ora o baxırdı da birinci. Deyir 52 var. 52 yerine durdum 50 vurdum. Deyir neyse müəllim imtahan gedir. Dedim yadımdan çıxdı vallahi.